Salam əziz dostlar. Biz keçən söhbətlərimizdə Quranın toplanması ilə bağlı danışdıq. Osman ibn Əffanın Quranın cəm eləməsi barədə söhbət elədik, danışdıq. Və biz qeyd elədik ki, Peyğəmbərdən sonra Quran-ı Kərimin toplanmasını düşünən alimlər, bir dəstə alimlər bu etiqaddadırlar ki, Quran-ı Kərim Həzrəti Əli əleyhissalam ilk olaraq cəm eləyib müshaf halında. Ondan sonra birinci xəlifə Əbu Bəkirin tapşırığı ilə toplanıb Quran-ı Kərim və sonra həmin müəyyən səbəblərə görə Osman ibn Əffan digər müshafləri yandırıb və birinci xəlifənin cəm etdiyi müshafa əsasən bir neçə müshafların sayını artırıb və bununla bağlı biz geniş, müfəssəl formada söhbət eləmişik. Və bu işlərin də görülməsi, Quranın müshaf formada, bir kitab formada cəm olunmasının əsas məqsədi, hədəfi bu idi ki, Quran təhrifə məruz qalmasın. Amma bu Quranın tam belə deyək də, tam açıq aşkarlığa çıxartmırdı da, anlayışlı formaya gətirib çıxartmırdı. Çünki o vaxtda ərəblər də yazıda, bəzi üləmanın nəzərinə görə ərəblərdə yazı naqis idi, yəni işarələr yox idi, nöqtələr yox idi və o vaxtda ərəblər baxanda bilirdi ki, bu burada hansı hərfdir və hərəkələr qoyulmasa da belə ərəblər baxırdılar, bilirdilər ki, bunun hərəkəsi nədir. Və həm də hafizələri də yüksək idi o vaxtda ərəblərin, ehtiyac yox idi onlara ki, durub hansısa kəlməni hərəkələmək. Və ərəb dilində də hərəkə mənanı dəyişir. Yəni, bir dənə hərəkəni sən səhv oxusan, məna dəyişir. Məsələn, kitabun ayrı bir mənadır, kitabən ayrı bir mənadır, kitabin ayrı bir mənanı ifadə eləyir. Mütləqdir ki, gərəsən hansı hərəkə qoyulubsa, onu mütləq şəkildə olduğu kimi oxuyasan. Və o vaxtı ərəblər, Peyğəmbərin sahabələri, hafizələri güclü idi və Quranı əzbər bilirdi və heç bir çətinlik çəkmirdilər Quran-ı Kərimi oxumaqda. Ümumiyyətlə, ərəblərin özləri də, belə deyək, yazıb oxumağı bilənlər baxırdılar, rahat da oxuyurdular. Ərəbcə hansısa bir mətni, hansısa bir şeiri, cümləni rahat şəkildə oxuyurdular. Sonra İslam, müsəlmançılıq gəldi, İslam dini gəldi, ərəblər də müsəlmançılığı qəbul elədilər və yavaş-yavaş İslam ərazisi böyüməyə başladı. Başqa millətlər də İslamı qəbul elədilər, qeyri-ərəblər müsəlman oldular və artıq qeyri-ərəblər müsəlman olanda onlara çətinlik yaratdı Quran-ı Kərimi oxumağa. Rahat oxuya bilmirdilər, çünki bunlar ərəb deyillər, bunların ana dili deyil. Hafizələri ərəblər kimi güclü deyil, durub əzbərləsinlər hansısa bir ərəbin köməkliyi ilə hansısa bir ayəni əzbərləsinlər, o formada da qiraət eləsinlər. O güclü hafizəyə də sahib deyildilər qeyri-ərəblər. Və bunun hərəkələnməsi məsələsini aid edirlər İmam Əli əleyhissalamın səhabəsi Əbul Əsvəd Duəli adında bir şəxsə. Əbul Əsvəd Duəli Həzrət Əli əleyhissalamın sahabəsi olur və nəhv elminin banisi olur. Nəhv elmini yazan ilk şəxs olur Əbul Əsvəd Duəli. Bunu tarixin belə gətirirlər ki, o vaxtı Muaviyyə, Əməvi xəlifəsi Muaviyyə ibn Əbu Sufyan Ziyadın oğlunu çağırır ki, gəlsin, onunla nəsə bir işi olur. Çağırır, onunla söhbət edir, görür ki, bu danışanda səhvlərə yol verir, hərəkə səhvi eləyir. Və bunu göndərir atasının yanına və bir dənə sərt məktub yazır ki, oğlunun təhsili ilə məşğul ol, oğlun ərəb dilində danışır, bərbad gündə böyük, kobud səhvlərə yol verir. Və Ziyad da həmin Həzrət Əli əleyhissalamın səhabəsini çağırır Əbul Əsvəd Duəlinin yanına ki, bəs ərəb dili artıq başqa dillərin təsiri altına düşüb, təsirə məruz qalır. Gəl, biz Quranı hərəkələyək. Əbul Əsvəd Duəli boyun qasırdı, deyir, yox, eləyə bilmərəm, ehtiyac yoxdur.
nəsə belə bir hiylə işlədir. Tarixdə gəlib bu məsələ. Deyir ki, Ziyad bir kişiyə tapşırır ki, bəs Əbu'l-Əsvəd Dualı buradan keçəcək. Sən də burada otur. O gəlib yanından keçəndə sən bu ayəni bu cür oxu. Ənəlləhə bəriun minəl müşrikin və rasulihi. Elə bir ki, ayə bu cürdür də. Ənəlləhə, həqiqətən Allah bəriun minəl müşrikin. Müşriklərdən uzaqdır. Və rasuluhu deyəndə, rasuluhu zəmməklə deyəndə və peyğəmbəri də müşriklərdən uzaqdır anlamına gəlir. Amma rasulihi deyəndə isə məna dəyişir. Allah müşriklərdən və peyğəmbərdən də, öz peyğəmbərindən də uzaqdır. Bu cür mənası dəyişir. Və kişiyə öyrədir ki, gəl otur burada və sahabə, Həzrət Əlinin sahabəsi buradan keçəndə bəs sən həmin bu Rasuluhu kəlməsini Rasulihi kimi oxu. Sahabə gəlir buradan keçəndə həmin kişi, həmin Tövbə surəsinin həmin ayəsinin Ənəlləhə bəriun minəl müşrikin və Rasuluhu əvəzinə Rasulihi oxuyur. Bunu eşidəndə sahabə biraz narahat olur ki, bu ciddi bir təhlükədir ki, məna dəyişir. Allah müşriklərdən və öz peyğəmbərindən uzaqdır mənasına gəlir. Təzədən qayıdır Ziyadın yanına ki, həmən artıq razıyam, Quranı hərəkələməkdə mən köməklik eləyəcəm. Nəsə bu Əbu'l-Əsvəd Dualı bir katib tutur və ona tapşırır ki, mən oxuyanda əgər dodaqlarımı açsam, hərfin üzərinə bir nöqtə qoyarsan. Yəni fəthə işarəsi. O vaxtı fəthə, kəsrə, zəmmə nöqtələrlə idi. Nöqtələrlə bildirilirdi. Yəni daha belə uzun xətt qoyulmurdu. Dedi, əgər dodaqlarımı açsam, bil ki, həmin hərfin üzərinə nöqtə qoyacaqsan. Yəni fəthə işarəsi qoyacaqsan. Əgər dodaqlarımı aşağı eləsəm, hərfin aşağısına nöqtə qoyacaqsan, yəni i, kəsrə qoyacaqsan. Əgər dodaqlarımı büzsəm, hərfin ortasına nöqtə işarəsi qoyacaqsan, yəni zəmmə işarəsi qoyacaqsan. Və bu cürə Quran-ı Kərimin hərəkələnmə məsələsini Əbu'l-Əsvəd Dualı hərəkələnmə məsələsini icra eləyir, tapşırığı yerinə yetirir.